Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecmain ve men tebi'ahum bi ihsani ila yevmiddin. Peygamberimiz sallallahu aleyhi ve sellem hutbe ederken sesini kaldırardı ve derdi ki işlerin en şerlisi sonradan dine elave edilen şeylerdi. Ve sonradan dine elave edilen şeyler bid'attir ve her bir bid'at de zalalettir, azgınlıktır. Allah Teala öz kitabında buyurur ki bu benim doğru yolumdur. Ona tabi olun ve başka yollara tabi olmayın. Ve Allah Teala öz kitabında başka ayette buyurur ki bugün sizin dininizi sizin için kamilleştirdim. Bu din kamildir. Kamil olan dine Müslümanın bir şey elave etmesi doğru sayılmır. Olmaz. Yani sen fikirləşmə ki, əməlin bidət də olsa, sən onunla xeyir əməl edirsən. Xeyr, sən onunla xeyir əməl etmirsən. Əməlin qəbul olunması üçün şərtlərdən birisi də tabiçilikdir. Sənin şəriətə tabi olmağındır. Yəni Allahın kitabına, Peyğəmbərin sünnəsinə və sahabələrin yoluna tabi olmağındır. Əgər sən Allahın kitabında, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsində və sahabələrin etmədiyi bir əməllər, etmədiyi şeyləri əgər edirsənsə, yəni sənin fikirləşmə ki, bu ilə Allaha yaxınlaşırsan və xeyir əməl edirsən. Xeyr, əsla elə deyil. Yəni indi kitab, sünnəni iddia eləyənlər çoxdur. Çoxları var, çox müsəlmanlar var ki, kitabı, sünnəni, Quran, sünnə iddia eləyir, lakin sahabələrin getdiyi yol üzərində olanlar azdır. Niyə sən sahabələrin yolu ilə getməlisən? Kitab və sünnəyə sahabələrin yanaşdığı kimi yanaşmalısan. Bu məsələ çox mühümdür. Bu dəqiqə çox müsəlmanlar bunu unudurlar. Çünki sahabələr Peyğəmbər sallallahu əleyhi və səlləmin dizinin dibində elm alan, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən dini ən gözəl şəkildə götürən və bu ümmətin önündə gedənlərdir. Və biz ona görə də dinimizi onlardan götürməliyik. Yəni burada bidət deyildikdə mövzu yəni ibadət məsələlərindədir, yəni dünyavi işlərdə deyil. Ona görə ey müsəlman, ibadət edərkən çalış etdiyin əməlin sünnə üzərində, tabiçilik üzərində olsun. Tabiçilik üzərində olsun. Yəni dində olmayan bir şeylərlə Allaha yaxınlaşdığını zənn eləmə, fikirləşmə. Çalış, sünnə üzərində ibadət et. Tabiçilik üzərində, şəriətə tabiçilik üzərində, sahabələrin yoluna, xüsusilə də sahabələrin yoluna, sələflərin yoluna tabiçilik üzərində ibadət et ki, sənin Rabbin səndən razı qalsın. Əgər sənin Rabbin səndən razı qalarsa, Allah Teala, yəni insanları da səndən razı salar. Və beləcə sənin din üzərində sabit edər. Ona görə sələflərin, sahabələrin yoluna tabiçilik çox mühümdür. Allah bizim hər birimizi, bütün müsəlmanları doğru yol üzərində sabit etsin. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk.